Qaradağdakı həbslərlə bağlı rəsmi açıqlama. Müavinləri tutulan icra başçısı kimdir? Dosiye. Ramiz Mehdiyevin dustaq edildiyi evə gedən Qəmbər kimdir? Mehdiyevə görə həbs edilən Azərbaycan Milli Elmlər Akademiyası işçisi görün kimdir? Fransa İrəvana 300 milyonluq silah göndərdi. Azərbaycan ordusu edəcək, ancaq Türkiyədə. Qarabağdan köçüb Ermənistan vətəndaşı olanların sayı. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən Qaradağ rayon icra hakimiyyətində və əmlak məsələləri dövlət xidmətində həyata keçirilən əməliyyat nəticəsində bir sıra vəzifəli şəxslər saxlanılıb. Əməliyyat zamanı Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və əmlak məsələləri dövlət xidmətinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində 3 ay 28 gün müddətinə həbs qəti imkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, Nadir Muradov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Qaradağ rayon icra hakimiyyətinin digər əməkdaşları Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurovla cinayət əlaqəsinə girib. Onlar Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələrinin ilkin rəsmiləşdirilməsi və mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət aldıqları şübhəsi ilə istintaqa cəlb ediliblər. Toplanmış sübutlar əsasında adı çəkilən şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb. İcra hakimiyyətinin digər əməkdaşları Rəşad Nadirli və İsa Şəmsəliyev barəsində isə məhkəmə tərəfindən polisin nəzarəti altına vermə qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir. Məlumata görə dindirilmələr aparılır və yaxın günlərdə yeni saxlanılmaların ola biləcəyi istisna edilmir. Qeyd edək ki, Qaradağ rayon icra hakimiyyətinə uzun illərdir Süleyman Mikailov rəhbərlik edir. O, 1962-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Mikailov 2005-ci ildən etibarən müxtəlif rayonlarda icra başçısı vəzifələrində çalışıb və 2010-cu ildən bu vəzifəni Qaradağ rayonunda icra edir. Ümumilikdə Süleyman Mikailov artıq 20 ildən çoxdur ki, icra başçısı kimi fəaliyyət göstərir. Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib. Maraqlıdır, ev dustaqlığında olan Ramiz Mehdiyevi kimlər ziyarət edir? Ümumiyyətlə, qanun yaxınlarının onunla görüşməsini qadağan edirmi? Mövcud qanunvericiliyə görə ev dustaqları müəyyən şərtlərlə yaxınları ilə görüşə bilərlər. Lakin bu, məhkəmənin qərarından və nəzarəti həyata keçirən orqanın müəyyən etdiyi qaydalardan asılıdır. Başqa sözlə, yaxın qohumların evə gəlməsi və görüşməsi adətən qadağan edilmir. Amma müəyyən hallarda bu qadağan edilə bilər. Belə ki, bu görüş istintaqın gedişinə təsir edə bilərsə, həmin təmaslara icazə verilmir. Əgər şəxsə konkret qadağalar qoyulubsa, məsələn, evə gələnlərin siyahısı məhdudlaşdırılıbsa, bu zaman yalnız icazə verilən şəxslərlə görüşmək mümkündür. Ramiz Mehdiyevin ağır dövlət cinayətlərində ittiham olunduğunu nəzərə alsaq, onunla görüşə icazə verilən şəxslərin siyahısının məhdud olduğunu düşünmək olar. Ramiz Mehdiyev ev dustaqlığını məşhur Avropa otelinin yanında, Tiflis prospektindəki villasında çəkir. Həyat yoldaşı Galina Mehdiyevanın da onun yanında olduğu bildirilir. Övladlarına gəlincə isə onların heç birinə Ramiz Mehdiyevlə görüş icazəsi verilməyib. Sabiq prezident administrasiyası rəhbərinin qaldığı evə giriş izni olan yeganə şəxs isə Ramiz Mehdiyevin Qəmbər adlı mühafizəçisidir. Bütün alış-veriş və bazarlıq işlərini də onun həyata keçirdiyi bildirilir. Xatırladaq ki, bir müddət öncə mediaya açıqlama verən mühafizəçi bunu təsdiqləmiş və evin bazarlıq işləri ilə məşğul olduğunu demişdi.
Prezident Administrasiyasının sabiq rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, hazırda dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmək ittihamı ilə barəsində ev həbsi seçilən Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasında köməkçisi olan Eldar Qurbanoğlu Əmirovun həbs edildiyi barədə media məlumat yayıb. Bu, Eldar Əmirovun həbsi haqda ilk məlumat deyil. Hələ 14 fevral 2022-ci ildə Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən çıxarılan gün onun saxlanıldığı xəbəri yayılmışdı. Bildirilirdi ki, Azərbaycan Milli Elmlər Akademiyası prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurbanoğlu Əmirov hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub. Bəs bu Eldar Əmirov kimdir ki, vaxtaşırı gündəmə gəlir? Məlumata görə 40 yaşlı Eldar Əmirov Ramiz Mehdiyevin baldız oğludur. Eldar Əmirov Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasındakı sağ əli olduğu iddia edilir. Faktiki olaraq Azərbaycan Milli Elmlər Akademiyasında Mehdiyevin iradəsinin istifadəçisi rolunu oynayıb. Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabata görə 2023-24-cü illərdə Ermənistan Fransa ilə 274 milyon avrodan çox dəyərində silah təchizatı müqavilələri imzalayıb. Bu barədə Radio Free Europa məlumat yayıb. Müdafiə sahəsində əməkdaşlığın şaxələndirilməsi çərçivəsində Ermənistan hərbi imkanlarını gücləndirmək və əhalinin təhlükəsizliyini təmin etmək üçün Fransaya müraciət etmək qərarına gəlib. Yeni avadanlıqların ixracı, hərbi təlimlərin və birgə əməliyyatların keçirilməsi sırf müdafiə xarakteri daşıyır. 2023-cü ildə İrəvanda Fransa müdafiə missiyasının yaradılması erməni tərəfdaşları ilə daha sıx əlaqələr qurmağa və ən yaxşı əməkdaşlıq formalarını müəyyən etməyə imkan verir. Hesabatda deyilir. Hesabatda həmçinin bildirilir ki, Fransa Ermənistanı Sezar özü yeriyən haubitsaları, eləcə də onlar üçün 15 tank əleyhinə raket və buraxılış qurğusu ilə təchiz edir. Qeyd olunur ki, 2022-ci ilə qədər Fransa Ermənistana demək olar ki, heç bir silah verməsə də 2023-2024-cü illərdə quru qoşunlarının təchizatı üçün çoxsaylı müqavilə imzalanıb. Türkiyə Qəzzadakı sabitləşdirmə qüvvələrinə hərbi müşahidəçilər, axtarış xilasetmə və mühəndis istehkamçı bölmələri göndərə bilər. Bu barədə Türkiyə qəzeti məlumat yayıb. Məlumata görə Türkiyənin iştirakı məsələsi bu həftənin sonuna qədər aydınlaşa bilər. Bölgədəki təhlükəsizliyi təmin edəcək Qəzzadakı qüvvələrə Türk qoşunlarının göndərilməsi barədə söhbətlər ola bilər. Lakin çox güman ki, bunu Misir, Pakistan və Azərbaycandan olan kontingentlər edəcək. Qarabağdan könüllü olaraq köçmüş 21.916 nəfər Ermənistan Respublikasının vətəndaşlığını qəbul üçün müraciət edib. Bunu Ermənistan Daxili İşlər Naziri Arpini Sərkisyan deyib. Nazir qeyd edib ki, onlardan 14.064-ü artıq bu sənədi alıb. Pasportlaşdırma yolu ilə 7.191 yetkinlik yaşına çatmayan şəxs də Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.